Sabahınız xeyir. Xocalı rayonu Xanabad kəndindən hər kəsə salam olsun. Çox gözəl kəndin mənzərəsi var. Əvvəllər Xankəndiyə, Qarabağa gələndə qalmaq həmişə problem olurdu. Çünki məskunlaşma çox az idi. Bugün isə demək olar ki, Xanabada biz 10 nəfər gəlmişik. Hərə bir evə gedib. Mən də Xanabadda Xalaqızgildə qalmışam. Burada yeni evlə təmin olunublar. Çox gözəl şəraiti var. Belə gözəl bir yerdə yerləşir. Amma yolları çox enişli, yoxuşludur. Demək olar ki, maşınla düşüb çıxmaq bəzən elə evlər var ki, bəzilərində çətinlik var. Çətinlik yaradır. Belə yollar demək olar. Belə dağların qoynunda yerləşir. Səhər duranda çox gözəl görüntü var kənddə. Asfaltlama işlər gedir. Burada kadrda da görürsünüz. Quşların səsi. Burada yol təzə çəkilir. Kənd hər tərəfdən demək olar ki, dağların qoynunda yerləşir. O tərəfdən, bu tərəfdən. Çox belə xoşdur. Quşların səsi, havanın təmizliyi. Nəfəs alanda adamın sinəsində bir göynəm olur. Gezməyə vaxtım olmadı, amma buraya yəqin ki, ya idarə olur, ya yaşayış obyektidir. Çox belə qəşəng ağaçlarla. Səliqəli ağaçlar əkilir. Növbəti bir ev. Çox gözəl cəhcəh vurur.